Salam dostlar, nətərsiz? Deməli, toyuqlarım öldü birdən-birə. Heç səbəbi də nə oldu bilmədim. 10 dənə toyuğum, səhər durdum ki, ölüb. Bəlkə də ilk təcrübəm idi, belə idim və gəldim belə bir yerə, bir dənə gözləyin, göstərim. Buradakı həkimin səs sorağı hər tərəfə yayılıb. Kaş ki, bu həkimi daha əvvəlcədən tanıyardım, çünki tanısaydım heyvanlarıma heç nə olmayacaqdı. Kənd təsərrüfatı ilə məşğul olan hər bir insan üçün çox önəmli bir yerdir bu reabilitarlıq. Bu aptekdə yalnız dərman satılmır. Həkim mütəxəssisi düzgün diaqnoz və izahlı müalicə məsləhətləri də verir. Heyvanlarınızda əgər qızdırma olursa, tövşültü varsa, iştahısı yoxdur, öskürür, ayağa duranda çətinlik çəkir, toyuqlarınızda əgər xırıltı var, ani ölüm olursa mənim kimi, ayaq tutulmaları, donmuşmalar var. Misal üçün, əgər qan getmə, su getmə, ağ getmə ishallar var, buzovlarda ishal, qarın getmə varsa və yaxud öskürək varsa, bu arada suallarınız cavabsız qalmır. Hər heyvan üçün doğru dərman, doğru dozada izah olunur. Aptekdə sizə profilaktik müalicə sxemi də verilir. Ən əsası dərman preparatları niyə, nə vaxt və necə verilməli olduğu da ətraflı şəkildə izah edilir. Əgər siz aptekə gələ bilmirsinizsə, mən indi gələ bilirdim deyə rahat şəkildə gəldim. Narahat olmayın, bu aptekdən hər rayona dərman çatdırılması mümkündür. Ən vacibi, əgər vəziyyət ciddi və təcili isə, baytar həkimi istədiyiniz rayona gəlib yerində baxış da keçirə bilər. Yəni, nə dərd varsa, həm diaqnoz, həm müalicə, həm də dərman preparatları bir ünvanda. Hər damla dərman, hər qram yem heyvanlarınız üçün önəmlidir. Ağdam rayonu Quzanlı qəsəbəsi ünvan.